Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əziz müminlər, bu gün də Allahın izni ilə qiblə barəsində bir şəri məsələni oxuyub, siz əzizlərin nəzərinə çatdırarıq. Sual olunur ki, qibləni təyin edə bilməsək, namazımızı necə qılmalıyıq? Yəni, 4 istiqamətə, 4 tərəfə də namaz qılmaq vacibdir bu halda, yoxsa nə etməliyik? Bu məsələnin cavabın, inşallah bu sualın cavabın Seyyid Əli Sistaninin Əl-Məsailül Muntaxaba adlı ərəbcə olan risaləsindən oxuyaram, ta sualımızın cavabı məlum olsun. Məsələ 203, istəyən şəxslər də buradan istifadə edə bilər. Bilirik ki, namazı qibləyə tərəf qılmaq, qiblə istiqamətlə qılmaq vacibdir. Bəs qibləni necə təyin eləyək? Əvvəla qibləni vacibdir, əvvəla insanın elmi olsun, yəqini olsun ki, qiblə bu istiqamətdədir, bu cəhətdədir və ona tərəf namazın qılsın. Yəni, elm. Birinci budur ki, insanın elmi, yəqini olmalıdır, 100% bilsin ki, bu cürdür. Qiblə bu istiqamətdir. Əgər elmi olmasa, özü təyin edə bilməsə, iki adi şəxs, qibləni bilən, məsələn, qibləni, deyək, məsələn, o qaydalar ki, qiblə təyin olunur, məsələn, ölçülərlə, dərəcələrlə, cəhətlərlə və s. xülasə və yaxud da hansısa bir alətlərin vasitəsilə, yəni, bu cür təyin edə bilən şəxslər olsa, iki şəxs olsa, yəni, qiblə təyin etmək üçün kömək etsə, yenə onların sözünə də söykənib, o şəxs o istiqamətə namaz qıla bilər. Yəni, onların sözünə söykənsə, elə bil, elm ələ gətirdi, yəqini oldu, bunun hökmündə olar. Seyyid buyurur ki, bir şəxs də olsa əgər xəbər verən, bir var, iki şəxs ola, bu heç, buna bəyyinə deyirlər. Bəyyinə də elə bir ki, elmin yerində duran bir şeydir. Yəni, bəyyinə sənə bir şeyi xəbər verdi, yaxud özün elm yetirdin, yəqinin oldu, elə bir eynidir. Seyyid buyurur ki, əgər düz danışan bir şəxs ola, və özü də o işlərdən xəbərdar ola, mütəxəssis ola, sənə xəbər verə qibləni təyin etmək barədə ki, qiblə bu istiqamətdədir. Buyurur ki, onun da sözü kifayət eləyər, sözünə də söykənib, yenə də namaz qıla bilərsən o istiqamətə. İndi bu dediyimiz şeylər yoxdursa, məsələn, lap bir məntəqəyə getmirsən, orada məscid varsa, qəbristanlıq varsa, bunlarla asan təyin eləmək olur. İndi sualımız, fərzimiz oradadır ki, şəxs elə bir yerdədir ki, orada təyin eləmək mümkün deyil, qibləni təyin etmək mümkün deyil. Soruşmağa şəxs yoxdur, mütəxəssis yoxdur, alət yoxdur və s. Bu dediyimiz şeyləri ələ gətirə bilmirsə, mümkün deyilsə, bu şəxs nə etməlidir? Seyyid buyurur ki, وَمَعَ عَدَمِ التَّمَكُّنِ مِنْ تَحْصِيلِ الْعِلْمِ أَوْ مَا بِحُكْمِهِ يَجِبْ أَنْ يَبْذُلَ الْمُكَلَّفُ جُهْدَهُ فِي مَعْرِفَتِهَا. Bu dediyimiz şeyləri ələ gətirə bilmirsə, özü gərək çalışsın, cəhd eləsin ki, bir cürlə ələ gətirsin, qibləni tanısın, bilsin. Birinci, buna cəhd eləməlidir. وَيَعْمَلْ عَلَى مَا يُحْصَلْ لَهُ مِنَ الزَّنِّ. Ta onda bir zənn hasil olana qədər çalışsın, bir zənn ələ gətirsin ki, zənnimə görə qiblə buradadır, bu istiqamətdir və ona əməl eləyəcək. Yəni, o ki, zənn əmələ gəldi bunda, zənn hasıl oldu, zənninə əməl eləyib namaz qıla bilər. Zənn nədir? Zənn, bir var şək, bir var zənn. Zənn hər iki tərəfə ehtimal bərabər səviyyədə olanda buna şək deyirlər. Yəni, bir şeyin 50% ehtimalını bu cürdür, 50% ehtimal bu cür, ona şək deyirlər. Zənn odur ki, bu iki tərəfin biri o birisindən çoxdur. 70-in 30-a, 60-in 40-a, məsələn, 20-nin 80-əyə, bu çox olan tərəfə zənn deyirlər. İndi bu şəxs bir cür axtardı, özü cəhd elədi, çalışdı, zənn ələ gətirdi ki, bir 60-70% mənim ehtimalım budur ki, qiblə bu istiqamətdir. Ona Seyyid buyurur ki, o zənninə əməl eləyəcək. وَمَا عَدَمِ التَّمَكُّنِ مِنْهُ أَيْضًا يَجْزِي التَّوَجُّهُ إِلَى مَا يُحْتَمَلُ وُجُودُ الْقِبْلَةِ فِيهِ. İndi zənni də ələ gətirə bilmədi. Buyurur ki, hansı tərəfə ehtimalı çoxdursa, belə deyə, ehtimal verirsə ki, qiblə buradır. Yəni, mənə elə gəlir, indi öz araşdırmasına görə, öz çalışmağına görə
bir ehtimal ələ gətirdi ki, qiblə bura olacaq. Seyyid buyurur ki, əgər zənni də ələ gətirə bilməsə, ehtimalı haradır, o hissəyə də namaz qılacaq. Seyyid buyurur ki, vəl əhvət istihbabən. Ehtiyat müstəhəb budur ki, bu surətdə, yəni zənn ələ gətirə bilmir, yəqin ələ gətirə bilmir. Ehtimaldır bir dənə sadəcə ki, ehtimalın budur ki, qiblə məsələn bu istiqamətdir. Seyyid buyurur ki, ehtiyat müstəhəbdir, yəni bu ehtiyata əməl eləmək yaxşıdır, amma vacib deyil. Elə ehtimalı olan tərəfə namaz qılsa kifayət. Amma buyurur ki, ehtiyat müstəhəb budur ki, ən yusalli ilə ərbə'i cəhad. 4 cəhətə, 4 istiqamətə namaz qılsın. Ehtiyat müstəhəbdir, vacib deyil. Yəni sual olunur ki, 4 tərəfə namaz qılmalıyıq, vacibdir ya yox? Yox, vacib deyil. Ehtimalı olan hissəyə namaz qılacaq. Sadəcə ehtiyat müstəhəbbə də əməl eləmək istəsə, 4 istiqamətə də, 4 tərəfə də namaz qıla bilər. Bu, o sualın cavabı idi ki, qibləni təyin edə bilməsə, şəri qaydalar əsasında, şəri qaydalarda dedim, birinci elmdir, ikinci bəyyinədir, 2 şəxs ola, mütəxəssis ola, bu da olmasa bir dənə düz danışan mütəxəssis ola, izah eləyə filan. Xülasə, bu da olmasa insan özü cəhd eləyə, bir zənn ələ gətirə, zənn olmasa son halda ehtimal nədir, ora qılacaq. 4 tərəfə qılmaq da vacib deyil, ehtiyat müstəhəbdir Seyyidin rəyinə əsasən. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.